Deməli, ilk öncə uşaqlar, gəlin sizə xromosom və xromatidlər haqqında danışaq. Necə yaranır? Əslində bunu danışmışdıq. Qısa bir təkrar edək, üstündən keçək. Demişdik ki, hüceyrədə xromatidlər var, xromosomlar var və xromosomlar xromatidlər əmələ gətirir. Histologiyada keçmişdik bunu. Demişdik ki, xromatidlər DNT-dən və zülaldan ibarətdir. Siz təsəvvür edin ki, histon zülalları var hüceyrədə və xromatid əmələ gəlməsi üçün bu DNT də buruq-buruq deyil bu şəkildə. Özünə ortadan bir dənə histon zülalı birləşdirir bu şəkildə. Və başlayır o histon zülalının ətrafında burulmağa. Bu şəkildə burulur. Burulur, əmələ gətirir xromatidi. Bu xromatidlər də birləşib əmələ gətirir xromosomları. Bax, bu bir sapdır. Yəni bir xromatiddir. Biz xromatidi, DNT-ni işarələmək üçün hərflərdən istifadə edəcəyik. N xromosom deməkdir. C xromatid deməkdir. D də DNT deməkdir. İndi xromosom bir xromatidli ola bilər, iki xromatidli ola bilər. Bax, məsələn, bunun özü də xromosomdur. Buna indi bir dənə də bu şəkildə çəkim. Bir xromatidlə belə çəkək. Belə. Birləşdirək. Bu da xromosomdur. İndi bunun birini qoy bura çəkim bəyəqi formadan. Daha aydın olsun sizə. Bu da belə. Bunların mərkəzi hissələri də sentromerlər adlanır və mərkəzdən sentromerlə birləşirlər. Mən xromosoma dedim ki, N ilə işarə olunur. Bax, bu bir xromosomdur. Bir N və bir xromatiddir gördüyümüz kimi. Bir C, bir N, bir C. Buna əmələ gətirən DNT-də bir molekuladır. Bir D. Bu formadadır. Buna baxanda isə bu da bir xromosomdur. Bir xromosomdur. Amma neçə dənə xromatidi var? 2 dənə xromatidi var. 2 dənə xromatidi var. Bu bir xromatid, C, bir xromatid. Onda bu N, 2C və H xromatiddə DNT əmələ gətirdikdə, deməli 2D şəklindədir. Buraya qədər aydın oldu sizə. Yəni bu da bir xromosomdur, bu da bir xromosomdur, bu bir xromatidli xromosomdur, bu iki xromatidli xromosomlardır. Gələk indi izahlarımıza. Deməli, hüceyrə, bax, bu xromosomlar irsi məlumatları daşıyır və hüceyrə bütün həyat dövriyyəsi 2 mərhələdən ibarətdir. Bölünmə mərhələsi və bir də o bölünməyə hazırlıq mərhələsi, yəni interfaza. Çoxalma ontogenezdən danışanda bu canlının əlbəttə ki, özünə oxşar nəsilləri yaratması onun çoxalması adlanacaq. İndi hüceyrənin çoxalması, bölünməsi. Dedik ki, bölünməsi olacaq mitoz və ya meyoz, bölünmə mərhələsi və interfaza. Interfaza mərhələsi inter arasında, faza da faza deməkdir. Yəni bölünmə, iki bölünmə arasındakı faza deməkdir. Təsəvvür edək ki, bu mitoz baş verir. Bir də başqa bir mitoz baş verənə qədər ki, dövriyyə olacaq interfaza. O dövriyyənin arasındakı vaxt olacaq interfaza. Interfaza hər canlıda müxtəlif vaxtda əhatə edə bilər. Elə bir canlı ola bilər ki, interfazası ömür boyu davam edəsin. Məsələn, bizim sinir hüceyrələrimiz. Anadan olanda beynimizdə nə qədər sinir hüceyrəsi varsa, ölənə qədər də o qədər sinir hüceyrəsi qalmış olur. Çünki sinir hüceyrəsinin dövriyyəsi, yəni bölünməsi, bir ömrümüzü əhatə edir, bölünmür. Amma məsələn, dəri hüceyrələri olsun və digər hüceyrələr olsun, bunların bölünməsi çox qısa vaxtları əhatə edir. Məsələn, ta ki, qan hüceyrələri. Qan hüceyrələrinin yenilənməsinə vaxt 120 gün. Ömrü 120 gün idi. Deməli, bunun interfazası 120 gün çəkir. İki bölünmə arasındakı vaxtı 120 gün çəkir. Bu şəkildə. Deməli, bölünmə də 3 səviyyədə baş verə bilər. Molekul səviyyəsində baş verə bilər. Molekul səviyyəsində baş verə bilər, hüceyrəyə qədərki səviyyədə baş verə bilər və bir də hüceyrə səviyyəsində baş verə bilər. Hüceyrə səviyyəsində. Molekul səviyyəsində deyəndə biz molekulda nə molekullar keçmişik? DNT molekulları, RNT molekulları. Danışanda molekul bunu deyirik də. Deməli, DNT-nin ikiləşməsi, yəni reduplikasiyası bu artıq molekul səviyyəsində çoxalmadır. Çünki bir DNT-dən 2 dənə DNT əmələ gəlirdi. Bu DNT-nin reduplikasiyası molekul səviyyəsində çoxalmadır artıq. Hüceyrəyə qədərki deməli mərhələdə çoxalma isə biz yadınızda demişdik ki, plastidlər çoxala bilir. Sonra
üzr istəyirəm, mitoxondrilər. Mitoxondrilər sadə yolla çoxala bilir. Bunlar deməli, hüceyrəyə qədərki səviyyədə, yəni orqanoidlərin çoxalmasıdır. Xloroplast, xromoplast, mitoxondrlərin sadə bir şəkildə özünün çoxalması, yəni orqanoid səviyyəsində çoxalmadır. Hüceyrə səviyyəsində çoxalma isə artıq eukaryot hüceyrələrin, prokaryot hüceyrələrin deməli mitoz, meyoz yolla bölünməsidir və yaxud da ki prokaryotun sadə yolla bölünməsi. Bu hüceyrə səviyyəsində bütövlükdə bir bölünmədir. Məsələn, bizim bölünməmiz, bizim bədənimizdəki hüceyrənin bölünməsi. Bu hüceyrə səviyyəsində bölünmədir. Amma hüceyrənin daxilində orqanoidin bölünməsi hüceyrəyə qədərki səviyyədir. Orqanoidin daxilindəki DNT-nin bölünməsi molekul səviyyəsindəki bölünmədir. Bu şəkildə 3 dənə bölünmə səviyyəsi biz aid eləmiş olacağıq. İndi bu bölünmə səviyyələrindən interfazadan danışanda, interfaza 3 yerə bölünür. Bu G hərfini biz gap olaraq olmalıdır. Bu gap. Gapdan G-ni götürüblər. G1 mərhələ, gapdan interval deməkdir. İnterval demək. Deməli, G1 mərhələ, bu G1 mərhələm olacaq. Sintetik, burada niyə belə veribdir? G1 mərhələ presintetik mərhələ, bu buradan başlayır. G1 mərhələ presintetik, sonra S mərhələm gəlir. Sintetik, ikinci mərhələm, üçüncü mərhələm isə postsintetik, yəni G2 mərhələdir. Həmişə ən uzun davam edən mərhələ presintetik mərhələdir. Burada baxanda məsələn nümunə olaraq bir hüceyrə intervalı götürüblər. G1'i 10 saat, S''i 9 saat, G2'ni ise 4 saat verib. Yəni bu sənə demək istəyir ki, G1 mərhələ, yəni presintetik mərhələ uzun davam edən bir mərhələdir. Birinci mərhələ olan presintetikdə nələr baş verir? Presintetik mərhələdə hələ hüceyrə təzə interfazanın əvvəlləridir. Təzə başlayır da çoxalmağa. Təzə başlayarkən bu özündə başlayır artıq zülallar və fermentlər əmələ gətirməyə ki, bu gələcəkdə DNT iştirak edəcək, DNT-nin yəni sintezi baş verəcək, DNT-nin çoxalması, ikiləşməsi baş verəcək. Bunun üçün zülallar, fermentlər sintez etməyə başlayır. RNT əmələ gəlir. RNT əmələ gəlir bu mərhələdə. Sonra ikinci mərhələmiz isə, sintetikdir. Bax, bu mərhələdə normalda biz hüceyrənin mitozu sonunda, hüceyrə haqqında danışanda deyəcəyik ki, hüceyrənin xromosom dəsti 2N2C-dir. Bu formadadır da hüceyrə. Xromosom dəsti bax bu formada 2N2C vəziyyətindədir. 2N2C. Presintetik mərhələdə də hüceyrə 2N2C vəziyyətindədir. Sonra sintetik mərhələdə artıq DNT ikiləşir. DNT ikiləşir. Deyəsiniz, sintetikdə DNT, axı presintetikdə zülalları, RNT-si əmələ gəlibdir. DNT ikiləşir. Bu yazmalıyıq. Bir dəqiqə. DNT-nin ikiləşməsi sintetikdə baş verir və xromosomlar baxın bir xromatidlidir. Bu nədir? Presintetikdə hələ ki. Artıq sintetikə keçəndə xromosomlar 2 xromatidli vəziyyət alır. Yəni onda. Sintetik mərhələmin əvvəlində 2N2C ilə başlayan xromosomlar, bu formada başlayan xromosomlar. DNT-nin ikiləşməsi nəticəsində 2N, bu özü də bir xromosom idi da, 2 dənə xromosom 2N, 4C vəziyyətindədir. C. Sintetikin sonunda 2N, 4C vəziyyətində olur. Hüceyrənin xromosom dəsti. Sintetikdə nə oldu? DNT-nin ikiləşməsi baş verdi. Sonra yəni DNT-nin miqdarı 2 dəfə artmış oldu. Burada da artıq DNT zincirləri bir-birindən qırılır. Burada yeni zincirin əmələ gəlməsi üçün öncəki zəncir qərib rolunu, matrix rolunu oynayır. Sonradan mühitdən nukleotidlər toplanaraq yenidən təbii ki DNT zinciri yığılır. Hansı ki bunu biokimiyada keçmişik. Bunlar baş verir. Və artıq G2 mərhələ, sonuncu postsintetik mərhələmiz, 3-cü mərhələ, postsintetik mərhələ. Burada 2N4C olacaq xromosom dəsti, çünki artıq xromosomlar sintetik mərhələdə DNT ikiləşibdir. 2N4C olur. Bəs postsintetik mərhələnin onda əhəmiyyəti nədir? Onda postsintetik mərhələ niyə baş verir? Ona görə baş verir ki, bu hüceyrə bölünəcək. Bölünməsi üçün buna enerji lazımdır. Enerji yığmaq üçün burada artıq çoxlu nələrə əmələ gəlir. Deməli, mitoxondrilər, plastidlər, mitoxondri və plastidlər. Plastidlər ikiləşməyə başlayır.
2, 4, 6 vəziyyətində çoxalır mitoxondrilər. Plastidlər isə yəni çoxalır ki, mitozda hüceyrə bölünərkən ona lazım olan enerji əldə oluna bilsin, əldə olunmuş olsun. Postsintetikdə də deyəcək ki, orqanoidlərin ikiləşməsi baş verir və 2N4C vəziyyətində xromosomlara rast gəlinir. Bir də hüceyrə mərkəzinin ikiləşməsi var, hansı ki, hüceyrə mərkəzi hüceyrənin bölünməsində iştirak edirdi. Histologiyada keçmişik. Sentriollardan ibarət idi, borucuqlar şəklində və bir-birinə perpendikulyar bu şəkildə yerləşirdi. Və o hüceyrə mərkəzinin ikiləşməsi də sintetikin sonunda baş verir. Bax burada. Sintetikin sonunda hüceyrə mərkəzi ikiləşmiş olur. Mərkəzdə ikiləşmiş olur. DNT-dən sonra hüceyrədə ikiləşir. Burada xərçəng şişlərindən danışır. Xərçəng şişlərinə hələ axırda gəlib çıxacağıq. Görün burada mitoz, mitoz və meyoz bölünmədən danışır. Gəlin mitoz bölünmədən danışaq. Meyoz 1 deyir. Mitozu verməyibdir. Mitozu və sonda harda veribdir? Yəqin 10-cu sinifdədir. Mitoz bölünmə ya da 9-cu sinifdə. Deməli. Belə. Bu interfaza. İnterfazadan sonra bunu dedik, 2N4C dedik. Mitoz bölünmədən gəlin danışaq. Mitoz bölünməni onsuz da istəmirəm kitab üzərindən izah eləyəm. Bir dənə ağ səhifə tapım, onun üzərində izah edeyim. Mitoz bölünmə uşaqlar. Deməli, mitoz bölünmə həm qametlərin əmələ gəlməsində iştirak edir. Burada sizin oxşarlıq və fərqlilik yazıbdır, oradan baxaq elə. Mitoz bölünmə nədir? Mitoz bölünmə somatik və ilkin cinsiyyət hüceyrələri bu yolla bölünə bilər. Yəni mitoz bölünmədən həm somatik hüceyrələrin bölünməsi, həm də cinsiyyət hüceyrələrinin qametlərin əmələ gəlməsində mitoz bölünmə iştirak eləyəcək. Sonra bir hüceyrədən 2 dənə hüceyrə yaranır. Bir ana hüceyrədən 2 dənə hüceyrə yaranmış olur bu şəkildə. 2 dənə hüceyrə yaranmış olur. Sonra yaranan qız hüceyrələrin xromosom sayı ana hüceyrə ilə eyni qədər olur. Çoxalma, böyümə və inkişafı təmin edir. Əksər xromosomların konjugasiyası, gen mübadiləsi baş vermir. Yəni crossing over mitozda baş verməz. İndi bunlar bəlkə elə sizə qəribə gəlir. Bu nə danışır? Crossing over nədir? Keçəcəyik, yəni biləcəksiniz. Sadəcə 1-2 mitozda bunlar da. Ontogenezin sonuna dək davam edir. Yəni sən anadan olandan ölənə qədər mitoz bölünmə baş verir. Yaranan hüceyrələr uzun ömürlü olur. Homoloji xromosomların xromatitləri qütblərə çəkilir. Yəni qız xromatitlər çəkilir qütblərə. Yaranan hüceyrələr yeni mitoz yolla çoxala bilir. Yəni mitoz yolla çoxalan yenidən mitoz keçirə bilir. İrsi müxtəlifliyə səbəb olmur. Müxtəliflik yaranmır, ana hüceyrəyə bənzəyir. Gələk indi mitoza necə baş verir? Mitoz bölünmə. Mitoz. Mitoz bölünmə. Mitoz bölünmənin deməli 4 dənə mərhələsi var. Birincisi olacaq profaza. Birinci olacaq profaza. Profaza. Profazada nə olur? Elə bilin ki, bu bir hüceyrədir. Bu bir hüceyrədir. Və sən hüceyrəyə baxırsan. Yəni mikroskop altına baxırsan. Hüceyrə bu şəkildə sənin gözünə görünür. O profaza mərhələsindədirsə əgər, onun başlayacaq yavaş-yavaş bu şəkildə də nüvəsi var deyək. Nüvəsi. Onun başlayacaq yavaş-yavaş profaza mərhələsindədirsə, nüvəsi əriməyə. Nüvəsinin bax bu qılafı başlayır əriməyə və içərisində olan nüvəcik itir. Yox olur. İtir. İtir və itəndə bunda artıq xromosomlar görünməyə başlayır profazada. Görünməyə baş verir. Və hüceyrə mərkəzi, burada artıq xromosomlar görünməyə başlayacaq bu şəkildə kiçik-kiçik. Və hüceyrə mərkəzi çəkilir qütblərə. Bölünmə vətərlərini əmələ gətirir. Bölünmə vətərləri də saplardır. Bu şəkildə əmələ gətirməyə başlayır profazada. Bölünmə vətərlərini əmələ gətirir. Burada güvən kitabınızda var əslində. Amma yəni kitabınızda da var. Sadəcə aşağı siniflərdədir deyə daha o kitabdan vaxt itirmək istəmədim axtarı. Deməli profazada nə oldu? Xromosomlar nüvə pərdəsi əridi, nüvəcik itdi, xromosomlar görünməyə başladı, hüceyrə mərkəzi qütblərə çəkildi, hüceyrə mərkəzindən vətər telləri əmələ gəlməyə başladı və hüceyrə xromosom dəsti 2N interfazadan gəldi. Baxın, interfazaya bir dənə baxın. Hanı interfaza? Bayaq yazdıq burada.
İnterfazada baxın 2N4C idi axırıncıda. Postsintetikdə. Yenə 2N4C vəziyyətindədir. Xromosom sayı 2N4C vəziyyətindədir. Və gözləyir. Profazadan sonra gələcək metafaza. Metafazada ikinci yazaq metafaza. Mitozun metafazasında metafaza lövhəsi əmələ gəlir. Bu nə deməkdir? Bu hüceyrəm olsun. Hüceyranın tərkibində olan bu xromosomlar hərəsi bir tərəfdə yerləşib də bu xromosomlar. Lövhə kimi bax bu şəkildə düzülür hüceyrənin mərkəzinə. Bir metafaza lövhəsinə bir sırada düzülür xromosomlar və qütblərdə olan hüceyrə mərkəzinin vətər telləri gəlir bir xromosoma iki vətər teli olmaqla birləşir. Hərəsi sanki bir qulpundan birləşir. Bax, bu bura birləşir, bu da gəlir buna birləşir. Sonra bu buna birləşir, bu da buna birləşsin. Birləşir, hər xromosoma iki dənə vətər teli gəlib birləşir. Bura. İki dənə vətər teli gəlir xromosomlara birləşir. Və xromosomların ən aydın göründüyü faza metafazadır. Məsələn, sizə deyə bilər ki, xromosomlar hansı fazada görünür? Deyəcək, profazada görünür. Bəs biz xromosomları hansı fazada öyrənirik? Bizim öyrəndiyimiz metafazadır. Çünki xromosomların ən yaxşı göründüyü, spirallarının ən yaxşı deməli, burulduğu vaxt, xromosom spirallarının burulduğu vaxt, ən yaxşı göründüyü vaxt metafazadır. Amma burulmağa başladığı, görünməyə başladığı faza profazadır. Bura qədər aydındır sizə? Bəli. Belə. Bu belə. Gəldi hər xromosoma bir dənə vətər teli birləşdi. İndi bu bir vətər teli başlayacaq xromosomları çəkişdirməyə. İki dənə qolu var da bunun. Elə belə iki dənə qoldur. Hərəsi bir qoldan tutub bu tərəfə doğru çəkir. Bu tərəfə doğru çəkəndə xromatitləri biri-birindən ayıracaq. Bu bir tərəfə biri gedəcək, bir tərəfə biri gedəcək. Qopub. İndi bax bu qopma prosesi, ayrılma prosesi baş verəcək anafazada. Onda üçüncü mərhələ mənim olacaq. Anafaza. Faza. Bu arada burada da xromosom dəsti 2N4C-dir hələ ki. 4C-dir. Anafazaya çəkək xromosomları. Deməli, vətər telləri tutduğu xromosomları qopardıbdır. 1, 2, 3, 4, 5 dənə xromosom çəkmişəm. 6 dənə çəkim. Cüt sayda olmalıdır uşaqlar. 6 dənə çəkir ki, maraqlı olsun. Deməli, mitozda cüt sayda olar xromosom. 6 dənə xromosom var bu şəkildə. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, bu da 6. Hər vətər teldə gəlib bir dənə xromosom. Bu şəkildə birləşir, qütblərə doğru çəkməyə başlayır. Bu olur anafaza. Anafaza mərhələsində qütblərə qız xromatidlər çəkilir. Bax, çəkdiyi bunun qız bir xromatidli xromosomlar və yaxud da qız xromatidlər, belə deyə bilər, qız xromosomlar desə, qız xromatidlər desə, bir xromatidli xromosomlar desə, sənə mitozun anafazasından danışır. Mitozun anafazasında indi gəl sayaq, görək neçə dənə xromosom var. Burada 6 dənə idi, bu 2N 6 idi də, 6 dənə idi. 1, 2, 3, 4, 5, 6 burada, 6 burada. 12 dənə oldu mu? Onda anafazada mənim xromosom dəstim 4N 4C olacaq. 12 dənə də xromatid var. 4N 4C. Burada da 12 dənə xromatid var idi, amma xromosom sayı 6 idi. Burada isə artıq hər xromosom qütbə tək xromatidlə çəkilibdir deyə. Burada 4N 4C-dir. 4N 4C qütblərə çəkiləndən sonra başlayır artıq hüceyrə bölünməyə başlayır. Bax, buradan belə ayrılmaya başlayır. Və dördüncü telofaza mərhələsi əmələ gəlir. Telofazada isə hüceyrə ayrılır. 2 dənə hüceyrə əmələ gəlir bu şəkildə. 2 dənə hüceyrə əmələ gəlir. Hərəsinin içində belə bu şəkildə 6 dənə xromosom. 6 dənə xromosom. 6 xromosomsa bu 2N4C onda ayrılır. 2N2C bura qalır.
2N2C-də burada olur. 2N2C. Bu şəkildə 2 dənə hüceyrə. Baxın, başlanğıc bir hüceyrədən 2 dənə hüceyrə əmələ gəlmiş oldu. Nədə? Mitozda. Kimə bənzədi? Anasına bənzədi. Anası da nə idi? Telofazada olan 2N2C idi. Ana hüceyrənin xromosom dəsti 2N2C idi. Fikirləyirsiniz başlanğıcda. 2N2C-dən elə sonda 2 dənə hüceyrə əmələ gəldi. Yenə 2N2C əmələ gəldi. Ona görə deyirik ki, mitozda xromosom dəsti dəyişmir. Olduğu kimi qalır. 2N2C ilə başlayır, 2N2C ilə də bitir. Və mitozda bir ana hüceyrədən 2 dənə qız hüceyrə əmələ gəlir. Telofaza mərhələsində isə artıq bu xromosomun sapları açılır. Demədik, bayaqlar burulub xromosom əmələ gətirmişdi DNT. DNT-nin sapları başlayır çözülməyə. Çözüləndən sonra burada olan bu xromosomlar itir. Nüvə pərdəsi əmələ gəlir. Əmələ gəldi. Nüvə pərdəsi əmələ gələndən sonra ortada bir dənə nüvəcik əmələ gəlir. Bu olur bizim mikroskopun əvvəlində gördüyümüz o hüceyrə. Hansı ki, xromosomlu falan heç nə görmürdük yenə. Xromosomları falan heç nəyi görmürük. Sadəcə hüceyrəni görürük, nüvəni görürük, nüvəciyi görürük. Bu qədər. Bu da bizim mitozumuz. Mitozun əhəmiyyətində dedik. Ana hüceyrədən fərqli qız hüceyrələr əmələ gəlmir. Sırf ana hüceyrəyə bənzəyir qız hüceyrələr. Mitoz həm somatik hüceyrələrdə gedə bilər, yəni bədən hüceyrələrimizdə, həm də cinsi hüceyrələrdə gedə bilər, yəni qametlərdə gedə bilər. Qametlər alına bilər. Mitoz keçirilmiş hüceyrə fikirlərin 2N2C-dir. Təzədən bir də mitoz keçirə bilər. İstədiyi qədər mitoz keçirə bilər. Bu şəkildə. Piloz mitoz keçirən cürə meyoz da keçirə bilər. Bu da mitoz. Mitoz haqqında. Və nəsil 2 dəfə artır da. Birindən 2 əmələ gəlir, 2 dəfə arta gedir. Daha görə nə oldu? Anafaza, telofaza, plazmatik membran. Buradan sözünüz, sualınız var mı? Xeyr, mən